Salam, hər vaxtınız xeyir, mən Toğrul Əzizov, karyera məsləhətçi. Karyera məsləhətçi kimdir? Karyera məsləhətçi iş axtaranlara iş axtarışında dəstək olan şəxsə deyilir. Siz əgər iş axtarırsınızsa, sizə iş axtarışınızda dəstək verə bilərəm. Bu dəstəkdən yararlanmaq, faydalanmaq üçün isə videonun üzərində qeyd olunan əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Bu günləri 1 may 2025 tarixidir və bu yeni ayın başlanğıcı münasibətilə sizi təbrik edirəm və arzu edirəm ki, bu yeni ay sizin son işsizlik ayınız olar və gözəl günlərə çıxarsınız. Bugün 1 may 2025 tarixidir və mən bu gün üçün olan və məhz bu gün üçün olan elanların bir qismi ilə sizə tanış eləmək istəyirəm. Təxminən 44 dənə elan paylaşılıb. Amma bu demək deyil ki, bu gün üçün olan elanlar ancaq 44 dənədir. Xeyr. Mən sadəcə məhz onlardan 44-ünü seçib paylaşmışam. Amma çox istəsəniz, sizə özəl olaraq o işlərlə də tanış eləyə bilərəm. Ümumiyyətlə, iş axtarışınızda dəstək istəyirsinizsə, bildirim ki, 16 növ dəstək növü var. İş axtaranlara iş tapması üçün lazım ola bilən. O dəstəklərdən də faydalanmaq üçün, müraciət eləmək üçün ən əsası chatdakı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Baxın, rayonlarda iş var, məsəl üçün qaynaqçı işi var Xankəndində, Şuşada iş var, oteldə, mühasib işi. Sonra satış məsləhətçi işi var Yevlaxda, Naxçıvan anbarında fəhlə işi var, Gəncədə satış məsləhətçi işi var, Mingəçevirdə var satış məsləhətçisi, Lənkəranda var, İmişlidə var. Kredit satışı üzrə mütəxəssis işi var İmişlidə. Sonra mal material anbarları işi var Mingəçevirdə. Sonra təcrübə proqramları var mühasib üzrə, sığorta məsləhətçisi üzrə. Sonra və digər sferalar üzrə də yeni məzunlar və sonuncu kurs tələbələr üçün təcrübə proqramları var yoldaşlar. Bir çox şirkətdə var. Sonra mühafizəçi, növbətçi tipli işlər var yoldaşlar. Bir neçə, bugün üçün elə 4 dənəsini paylaşmışam. Sonra inzibat, rahat qəbul olunuz biləcəyiniz işlərdən də biri var. İnzibat işlər üzrə köməkçi işidir. Rahat qəbul olunacağınız işlərdir, bankdadır bu yoldaşlar. Daha səliqəli işdir, belə deyək. Sürücü ekspeditor işi var. Çoxlu sayda sürücü işi var yoldaşlar. Sürücü köməkçisi var, sürücü kuryer var, sürücünün özü var, sürücü ekspeditor işi var. Bunlar sırf bu günə aiddir. Yəni bu demək deyil ki, işlər ancaq bundan ibarətdir. Yəni dünənin də elanı var. Yəni siz dünənin də elanına əsasən tanış olmalısınız. Onların da tanış olmaq üçün videodakı qeyd olunan əlaqə vasitəsilə bir dənə nöqtə yazmanız yetərlidir ki, siz o elanların harda paylaşıldığından xəbərdar olasınız. Reception işi var 800 manatlıq, ofis menecer işi var, sonra mühasib köməkçisi işi var 400 manatlıq, hava limanında iş var yoldaşlar, şirniyyatçı köməkçisi işi var 700 manatlıq, ambardar köməkçisi işi var, dayə işi var 750 manatlıq, xadimə işləri var, kənd təsərrüfatı işi var yoldaşlar, məsəl üçün Qubada, Qubanın ətrafında yaşayırsınızsa, bax belə bir işdə var. Bu və bənzəri elanlarla tanış olmaq üçün, ümumiyyətlə iş axtarışınıza dəstək eləmək üçün mənimlə əlaqəyə girə bilərsiniz. Chatdakı əlaqə vasitəsilə mesaj yazıram. Sağ olun, salamat qalın, işsiz qalmayın.